Salam değerli izleyiciler, her birinizin sabahınız xeyir, her birinizi hoş gördük. Ümumi Azərbaycanımızı, bütün qürbətdə yaşayan qardaşları salamlayıram. Dünya Azərbaycanlıların qarşıdan gələn bayramını təbrik edirəm. Allah sizin her birinizi korusun, Allah her birinizin ruzu bərəkətini bol eləsin. Bugün ayın 26 dekabr 2025-ci il Bərdə qoyun bazarına çəkiliş edir. Elə ilk videomuz elə Bağsaqqalın heyvanları oldu. Hal-hazırda. Balalıdır. Hamısı balalıdır, bunlar tam balalı. Xeyirli olsun. Neçənci qarında tam burada? Burada var birinci qarna. Aha. Burada var 1, 2, 3, 4 belə. Belə neçəli balalı? 34 qoyun olmalıdır balalı. Qiyməti neçə iləndir? Bizim qiyməti. Qiyməti baxın indi o şey var. 1, 2, 3, 4. Belə balalı 4 neçə? 5. 4,80, 4,75, nə bilim. 5'ten 4.70'e kadar. Ha, Hara heyvandır. Ağzəbəddir. Ne güzel, ne güzel. Allah bol ruzu versin. Bereketli olsun. Sağ ol. Öz təsərrüfatın olar. Bəli, bəli. Elə bu da yoxsa var qapıda? Var qapıda. Ne kadar var qapıda? Parası 5-600. 5-600. Nolarlı 981 3022. Hayırlı olsun. Neçə deyirsən bu çəpişlərin qiyməti? 200 bunlar deyirəm bu üçünü. O köydə 220-yə deyirəm. Neçə kilo ətlər olar onların? Neçə kilat olur onun? Asakka neçə kilat olur onun? Neçə kilat olur onun? Vallahi 12 kilo. Qabı qoş kimin? Qoşlu yoxsa mənim? Neçə kilo bunun əti var? Abi nə qədər ət olar o? Belə neçə deyirsən qiyməti? 2 yaşı var onun? 1 yaş. 1 yaş. Ama sortdur da. Belə bir 60 kilo var diri çəkisi onun.